Ay millət, bir fikir verin buna. Siz Allah bir dənə fikir verin buna. Baxın, görün, baba, buna baxın. Diqqətlə baxın, şuraya gedən yol açılıb pullu özdə, bax, pullu. Başa düşün, ha. Bu qədər əskərlərimiz, iki cəngavər oğul qızlarımız getdilər, Qarabağda can qoydular, şəhid oldular, qan tökdülər. Necə deyək, torpağı azad elədilər. Bu cındır köpək olu başlayır bundan pul qazanmağa. Yol pullu olacaq. Necə yol pullu olacaq? Bir qeyrət. Yaxşı, deyək yol pullu olacaq. Çox gözəl. O pullar niyə Paşa Holdinqə gedəcək? Nəyə görə Paşa Holdinq? O pullar ancaq şəhid ailələrinə və qazilərə xərclənməlidir. Başa düşsən, onların evlərinin təmirinə, onların məsələn rəzatına, məsələn ehtiyacına, belə bir şeylərə, dərmanlarına, hər bir şeylərin o pul xərclənməlidir. Necə Paşa Holdinq? Ana, qudurmusan? Cındır köpək oğlu. Soskanın qaynatası olan bir İlhama baxın siz görün, ha. Bu oğraş amcella. Bir qeyrət. Mən bir qeyrətlər görmüşəm. Bu bir qeyrətlərin bir qeyrətidir. Adam söz tapıb deyə bilmir, bu alçağa. Cındır köpək oğlu. Necə Paşa Holdingdə yiyəcək? Sənin başın üzülməlidir. Oğraş gəlib İranla qabağında dombalımısan, durmusan. Bir qeyrət köpək oğlu. Qazilərə nə həyat qurmusan, nə də ki bir vəziyyət yaratmışsan onlar üçün. Hamısı dilənçi kimi şəhid ailələrdir ki, daxmalarda yaşayır. Bir qeyrət köpək oğlu. O pullar ancaq qazi ilə şəhidlərə xərclənməlidir. Əgər o pul yol pulu olursa, can qoyublar, qan töküblər, sən alıver eləyirsən burada. Amcıq köpək oğlu oğraş. Söymirəm, təhqir eləyirəm, təhqir. Qabil də, Elşad da, Əqidə qardaşlar da. Biz təhqir eləyirik, biz söymirik bunu. Düzgün yanaşın bu suala. Bu oğraşın boynu üzülməlidir, qəfəsə salınmalıdır bu oğraş ailəsi ilə. Faşə bir ailəni yığıb başına. Hələ Emin də oradan adı nədir, alıbdır, necə deyərlər, iki dənə də şey adı nədir, Nataşanı gətirib uşaqlarla bunun yanına tökübdür. Bu gözü ilə görüb götürən oğraş da bu da. Amma mən söz tapıb deyə bilmirəm artıq. Başa düşürsünüz? O pullar ancaq xərclənməlidir. Şəhid ailələrinə və bir də ki, qazilərə xərclənməlidir. Bu qədər də oğraşlıq olar, bu qədər bir qeyrətlik olar. Ayağa qalxmaq lazımdır. Hamı üsyana hazırlaşsın, hamı bundan ağzını cırmağa hazırlaşsın. Başa düşün. Sistem sındırılmalıdır, dəyişilməlidir Azərbaycanda. İlham adlı dövlət başçısı, onun ailəsindən heç kim dövlət başçısı, onun komandası, hamısı məhv olmalıdır. Polisi ilə bərabər hamısının ağzı cırılmalıdır. Başa düşürsünüzmü? Bəsdir siz bu şeylərə dözdünüz. Hamı Qabillə irəli deyib, Elşadla, Əqidə qardaşlarla irəli deyib, bundan ağzını cırmaq lazımdır. Mənə düzgün başa düşün. Allah əmanəti. Hamı döyüşə hazır olsun. Hamı döyüş.